Hörmətli izləyicilər, mən Elnur Rəsulov, A-Markets Global Work şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi bazar ertəsi dollar indeksində bir öncəki videomuzda satış siqnalının yarandığını proqnoz etmişdik və diqqət etirsəniz hörmətli izləyicilər, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə bir mənada dollar yenidən eniş trendinə qayıtmışdır və diqqət etsəniz həmin tarixdən etibarən ardıcıl artıq 4-cü gündür ki, dollar indeksində satış trendi davam edir. Təbii dollar indeksinin düşməsinin başlıca səbəblərindən birisi hörmətli izləyicilər, Amerikan xəzinə bondlarında faiz gəlirlərinin həddindən artıq yüksəlməsinə baxmayaraq, həmin istiqrazlara tələbin hələ də aşağı olmasıdır. Belə ki, 30 illik xəzinə istiqrazlarının faiz gəlirliyi artıq 5%-in üzərində keçib, lakin hələ də həmin istiqrazlara tələb aşağıdır. Yəni investorlar Amerikan borc kağızlarını almaqda böyük risk görürlər və bundan dolayı da bir mənada dollara tələb də artmır və dollarda satış davam edir. Əlavə olaraq hörmətli izləyicilər, inflyasiyanın keçən həftə Amerikada proqnoz ediləndən aşağı açıqlanması, eyni zamanda əmək bazarına nisbətən mənfi tendensiyanın olması, yəni işsizlik səviyyəsinin 4,2% olması da eyni zamanda federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ilə bağlı gözləntiləri artırmış olur. Belə ki, xəzinə istiqrazlarında faizlər bu qədər yüksəlirsə, federal ehtiyatlar bir mənada faizləri aşağı çəkməlidir və faizlər aşağı düşərsə bir mənada bu da dollar indeksinə təbii ki, satışları artıra bilər. Və bundan dolayı hal-hazırda dollar indeksi satış trendi ilə davam edir. Lakin federal ehtiyatlar bir mənada faiz dərəcəsini aşağı salmaqda ehtiyat edir. Çünki Trump'ın tarif siyasəti ilə bağlı olan qeyri-müəyyənlikdən dolayı federal ehtiyatlar bir mənada inflyasiyanın artacağı ilə bağlı öz narahatlıqlarını bildirmiş oldular və bütün bunların fonunda federal ehtiyatlar bir mənada hələ gözləmə mövqeyindədir. Lakin Amerikan xəzinə bondlarının faiz gəlirliyinin bu qədər yüksəlməsi də təbii ki, təkcə Amerika üçün deyil, bütün beynəlxalq maliyyə sistemi üçün böyük bir risk təşkil edir. Çünki Amerika hal-hazırda 36 trilyon dollar bir mənada Amerikanın 36 trilyon dollar borcu var və üzərinə də faizlərin bu qədər yüksəli olması ilə yenidən borclanarsa, təbii ki, artıq bu idarə olunmaz bir vəziyyətə çıxa bilər. Trump administrasiyasının bu borc faizlərini aşağı salacağı ilə bağlı, necə aşağı salacağı ilə bağlı dəqiq bir açıqlaması yoxdur. Və eyni zamanda xəzinə katibi Scott Bessent də bir mənada hal-hazırda büdcə kəsirinin 7,5% olduğunu və 7% ətrafında olduğunu bilir və o da qeyd etdi ki, biz bu büdcə kəsirini bir mənada aşağı salmaq üçün tarif siyasəti ilə və digər dövlətlərlə danışıqlara oturacaq. Belə ki, onların əsas məqsədi dollar indeksindəki satışları artırmaqdır. Yəni, bunu süni müdaxilələrlə deyil də bir mənada digər dövlətlərlə bir razılaşma əldə etmək istəyirlər ki, dollar indeksini aşağı salsınlar. Çünki dollar indeksinin bahalaşması, yüksəlməsi də eyni zamanda Amerikanın borc problemini daha da belə deyək, dəyər qazanmasına və Amerika üçün böyük bir risk yaratmış olur bu da. Belə bir razılaşma 1985-ci ildə Accord Plaza razılaşması ilə olub. Belə ki, Amerika digər böyük iqtisadiyyatlarla İngiltərə, Yaponiya, Almaniya, Fransa və digər dövlətlərlə bir mənada razılaşaraq dollar indeksində satışları artırmışdı və dolları bir mənada ucuzlaşdırmışdı. Və eyni yanaşma indi də gözlənilir ki, Amerika digər dövlətlərlə bu danışıqlara gedərək dollar indeksini aşağı salacaqlar. Çünki dollar indeksinin qeyd etdiyimiz kimi yüksəlməsi həm Amerikanın borcunu daha da belə deyək, şişməsinə, böyüməsinə, dəyər qazanmasına səbəb olur. Eyni zamanda Amerikanın ixrac potensialına da zərər getirmiş olur və bundan dolayı bir mənada Amerikanın əsas gözlədiyi faktor odur ki, digər dövlətlərlə bir danışıq vasitəsilə bu problemin öhdəsindən gələcəklər. Təbii, bunu necə edəcəkləri hələ ki, açıq sual olaraq qalır. İngiltərə ilə ticarət müqaviləsi imzalanmış olur. Çinlə də ticarət sözləşməsinə getmiş olurlar. Lakin bu sözləşmələrin nə qədər dayanıqlı olacağı və bunun Amerika üçün nə dərəcədə faydalı olacağı açıqcası hələlik sual altındadır. Və görünən odur ki, dollar indeksinin ucuzlaşması Amerika üçün qaçınılmaz bir zərurətdir. Və bu baxımdan, hörmətli izləyicilər, texniki analiz nöqteyi nəzərindən də nə qədər ki, dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 99,473 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik dollar indeksində eniş trendinin davam edəcəyini söyləyə bilərik.
Hörmətli izləyicilər, bir digər maliyetimiz avro-dollar valyuta cütlüyüdür. Bir öncəki videomuzda da qeyd etdiyimiz kimi avro-dollarda bazar ertəsində alış siqnalı yaranmışdı və diqqət etirsəniz, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə əslində avro-dollarda alış siqnalı yaranmışdı və həmin tarixdən etibarən avro-dollar yalnız günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət olunur və yüksələn trendlə davam edir. Bu gün ərzində nə qədər ki avro-dollar bu günün birinci dəstək səviyyəsi olan 1.12 868 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü də diqqət etirsəniz 19 may tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə GBP-USD valyuta cütlüyündə də alış siqnalı yaranmışdı və həmin tarixdən etibarən funt-dollar cütlüyü yüksələn trendlə davam edir. Dünən İngiltərədə inflyasiya göstərisi də açıqlanmış oldu. Belə ki, inflyasiya 3.5%, proqnoz ediləndən çox yüksək açıqlanmış oldu və bu da bir mənada funtun dəyər qazanmasına səbəb oldu. İnflyasiyanın yüksək olması fonunda təbii İngiltərənin Mərkəzi Bankının faiz dərəcəsini aşağı salma ehtimalı aşağı düşmüş olur. Lakin funtun bu qədər yüksəlməsi təbii İngiltərənin ixrac potensialına bir mənada neqativ təsir edir və bundan dolayı funtda olan yüksəliş hələlik davam edə bilər. Çünki inflyasiyanın yüksək olması İngiltərə Mərkəzi Bankının faiz aşağı salma ehtimalını da azaltmış olur. Gün ərzində nə qədər ki GBP-USD bu günün birinci dəstək səviyyəsi olan 1.33 789 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz funtda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz USD-YN valyuta cütlüyüdür. USD-YN valyuta cütlüyündə bir öncəki videomuzda da qeyd etdiyimiz kimi əslində 14 mayda satış siqnalı vermişdi. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və valyuta cütlüyünün həmin səviyyənin altına bağlanması da bir mənada USD-YN valyuta cütlüyündə eniş trendi formalaşmış oldu və diqqət etsəniz, həmin tarixdən etibarən 1, 2, 3, 4, 5, 6, artıq 7-ci gündür ki, valyuta cütlüyündə eniş trendi davam edir və 2.7%-ə yaxın USD-YN valyuta cütlüyü ucuzlaşıb. Bir mənada YN dollara qarşı bahalaşıb. YN'nin bahalaşmasının əsas səbəblərindən birisi, hörmətli izləyicilər, Yaponiyanın 30 illik istiqrazlarının faiz gəlirliyinin rekord səviyyədə yüksəlməsidir. 2006-cı ildən bəri ən yüksək səviyyə olan 3.40%-ə qədər Yaponiya istiqrazlarının faiz gəlirliyi artıq yüksəlib. Təbii bunu Yaponiyanın istiqraz faizlərinin bu qədər yüksəlməsi əslində qlobal maliyyə bazarlarına da risk yaradır. Çünki Yaponiya 4-cü ən böyük iqtisadiyyatlardan birisidir və eyni zamanda hörmətli izləyicilər, Yaponiyanın Amerikanın ən böyük xəzinə istiqrazlarını əlində tutan investordur. Və Yaponiyada təbii ki, istiqraz faizlərinin bu qədər yüksəlməsi və Yaponiyanın Amerikan xəzinə kağızlarını satıb öz daxili bazarını bir mənada nizamlanmasına yönəltməsi qlobal maliyyə bazarları üçün böyük risk yarada bilər və bundan dolayı hələlik YN digər valyutalara qarşı yüksəlir. Çünki qeyd etdiyimiz kimi Yaponiyada istiqraz faizlərinin yüksəlməsi bir mənada Yaponiya istiqrazlarına tələbi artırmış olur və bu da dolayısıyla YN-yə tələbin artmasıdır. Və texniki analiz nöqteyi nəzərindən də hörmətli izləyicilər, bugünkü nə qədər ki USD-YN valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 144-456 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz valyuta cütlüyündə eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz qızıldır. Bir öncəki videomuzda da qeyd etdiyimiz kimi, əslində qızılda 15 may tarixində alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətinin həmin səviyyənin üzərində bağlanması ilə qızılda alış siqnalı yaranmış oldu. Növbəti gün düzdür. Qızılın qiyməti həmin günün birinci dəstək səviyyəsini test etsə də onun altında bağlanmadı və qızılda yüksəliş trendi davam edir. Qızılın qiymətinin yüksəlməsinin başlı səbəblərindən birisi, hörmətli izləyicilər, bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi, qızılda hələlik aşağı yönlü ciddi satışların olması gözlənilmir. Aşağı yönlü korreksiyalar əslində qızılda alış üçün böyük fürsət yaratmış olur. Çünki bildiyimiz kimi Rusiya-Ukrayna müharibəsi ilə bağlı hələlik hər hansı bir müsbət nəticə əldə edilməyib. Yəni geosiyasi risklər hələ də qalmaqda davam edir. Bir digər önəmli faktor qlobal istiqraz bazarında faizlərin həddindən artıq yüksəlməsidir. İstər Amerikada olsun, istər Yaponiya, İngiltərə və Avropa Birliyində də olsun, dövlətlərin istiqraz faizləri həddindən artıq yüksəlməsinə baxmayaraq ona tələb hələ də aşağı səviyyədədir və belə olan halda əslində investorlar bir mənada ən risksiz, belə deyək, yatırım aləti sayılan Amerikan xəzinə kağızlarına bir mənada artıq güvənmir deyə bilərik. Çünki Amerikanın borcunun 36 trilyon dolara çatması bir mənada
faizlərin bu qədər yüksəlməsinə baxmayaraq hələlik investor cəlb edə bilmir. Çünki qeyd etdiyimiz kimi artıq investorlar həmin xəzinə istiqrazları bazarında bir mənada risk görürlər və ona görə də daha təhlükəsiz maliyyə aləti olan qızıla yönəlmiş olurlar. Yəni bundan dolayı da qızılın qiyməti yüksələn trenddə davam edir. Gün ərzində nə qədər ki qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3292 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılın qiymətində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, birgə maliyyə S&P 500 indeksinin futuresidir. S&P 500 indeksinin olan yüksəliş trendi də diqqət etirsəniz artıq bir mənada dünənlərin başa çatmış oldu, hörmətli izləyicilər. Və qeyd etməliyik ki, bunu bir öncəki videomuzda da qeyd etmişdik ki, Amerikan səhəm bazarında olan yüksəliş bir mənada kövrək xarakteri daşıyır. Çünki istiqraz faizlərinin bu qədər yüksəlməsinə baxmayaraq, eyni zamanda S&P 500 indeksinin də yüksəlməsi əslində onlar arasındakı korrelyasiyanın itməsinə səbəb olur. Çünki onlar xəzinə istiqrazları ilə S&P 500 indeksi, ümumiyyətlə səhəm bazarı arasında tərs korrelyasiya var. Yəni xəzinə bazarında faiz gəlirləri yüksələndə əslində investorlar onu daha az riskli hesab etdiyi üçün və hətta Amerikan xəzinə kağızlarını daha risksiz hesab etdikləri üçün öz yatırımlarını ona yönəldirdilər. Lakin buna baxmayaraq xəzinə istiqrazlarının faiz gəlirinin yüksəlməsinə baxmayaraq səhəm bazarda yüksəldi. Təbii bunlar arasındakı korrelyasiya bir mənada pozulmuşdu və bundan dolayı əslində səhəm bazarının yüksəlişin kövrək olduğunu bir öncəki videolarımızda qeyd etmişdik və diqqət etirsəniz artıq 21 may tarixində, yəni dünən etibarilə artıq S&P 500 indeksi həmin günün birinci dəstək səviyyəsini qırmış oldu və hətta üçüncü dəstək səviyyəsinin altında bağlanmış oldu qiymət. Bu gün içərisində nə qədər ki S&P 500 indeksi bu günün birinci dəstək müqavimət səviyyəsi olan 5930 səviyyəsinin qırılma üzərində bağlanmazsa, biz S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.